Salam, hər vaxtınız xeyir. Mən SRM Təhsil və İnkişaf Akademiyasının coğrafiya üzrə təlimçisi Nigar Qəribova. Bu videomuzda 2020-ci ildə MİQ imtahana düşmüş suallardan birinin cavabına baxırıq, həllinə baxırıq. Çovdar barit yatağına aid olmayanları seçin. Çovdar barit yatağıdır, Daşkəsən rayonunda yerləşir. Gəlin cavablarımıza baxaq. Aid olmayanları istəyir. Kiçik Qafqazın cənub-şərq yamacında yerləşir. Yanlışdır. Ümumiyyətlə Daşkəsən rayonu, Daşkəsən. Şimal-şərq hissəsindədir. Yəni bir yanlışdır. Filiz faydalı qazıntıdır. Xeyr, qeyri-filizdir. Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. Bəli, doğrudur. Dərin neft quyuların qazılmasına istifadə edilir. Bəli, baritlər, ümumiyyətlə barit faydalı qazıntısı dərin neft quyularının qazılması zamanı istifadə edilir. Yəni bu doğrudur. Əlvan metallurgiya üçün xammaldır. Xeyr, əlvan metallurgiya üçün deyil. Neft quyularının qazılmasında istifadə olunan qeyri-filiz maddəmizdir, bizim metalımızdır. Qeyri-filiz faydalı qazıntımızdır daha doğrusu. Bu da səhvdir. Kiçik Qafqazın şimal-şərq yamacında yerləşir. Bəli, 6-cı sualımız da doğrudur. Bizdən istəyir aid olmayanları. Aid olmayanlar 1, 2 və 5-dir. Doğru cavabımız A variantıdır. İzlədiyiniz üçün təşəkkürlər.